Salam İma xanım, mən nə edim, oğlum düz yola qayıtsın, yoldaşına xəyanət etməsin. İtiraf. İtiraf. Bax, Allahın yanına bu qəlbə gəlib, burada etiraf etmək üçün. O deyir 5 şərt, namaz filan, 100 qıl namaz. Namazın üstündə o qədər xəstələr var. O qədər əziyyət çəkənlər var. O qədər taleyindən, necə deyim, küskün yaşayanlar var. Bizə lazımdır taleylə barışma, rahat yaşam, sağlam can, sağlam evlad. Biz bunun söhbətini eləyirik. Allahla danışmaq üçün qəlbdə gizli söhbət. Öncə, əgər qəlbində kiməsə qarşı nifrətin varsa, əvvəl onu bağışlayacaqsın. Bağışlamasan, səhvsiz insan yoxdur. Heç kimi ki, özüm qarşı gördünüz, gələn kimi etiraf elədim, burada səhv elədim, burada səhv elədim, 3 gün yataqda yatdım. Heç kim angel deyil, canlı şahidəm sizin qarşınızda. Mən hələ Azayda xanım da şahiddir ki, neçə ildir buradasan Azayda? 4 ilə yaxındır. 4 ilə yaxındır. Sən görürsən ki, mən efidən yarımçıq çıxam. Xeyr. Ay sağ ol. 6 saatla 7 saatla biz bu efiri aparmışıq. İndi də 4-5 saata salmışıq. Olmayıb ki, mən efirdən ağrıyıram deyib durum gedim. Amma oldu. Canlı sizə bunu Allah göstərdi ki, sonra da gəldi, izah etdi ki, mən harda ürəyimi kimə bulandırmışdım, çünki o yerində mən də yarana bilərdim. Və cəzamı aldım. Hər kəs belədir. Bu ürəyi bulandırmaq olmaz. Biz kimdən söhbət eləyirdik, unuttum. Ağ gözlü. Ağ gözlü, nə oxuyurdun axırıncı mesajı deyə? Bir dəqiqə. Aşağıya baxırdım ona görə. Hə, Melisə oğlum 50. xəyanət eləməz. Melisə 50. Hə, oğlum xəyanət eləməz. Biz, əgər birinə lağ eləyiriksə, birinə gülürüksə, indi yox, elə belə anlayıb anlamırıq, elə deyirik, filan kəs belə getdi, filan kəs belə oldu. Bu qonşun qeybətini qırdınsa, qohumla birinin qeybətini qırdınsa, iş yoldaşlarının birinin qeybətini qırdınsa, bu sən qabağına gətirib çütür qoyur. Başa düşdün? Əkmə biçmə. Biz nə yaşayırıqsa, əkdiyimizi yaşayırıq, dadırıq. Başa düşdünüzmü? Əkmə bu süfrə deyir. Biçmə. İndi kiməsə qarşı nifrətin var. Bağışlayanmırsan. Bağışlamasan burada bağışlayan olmayacaqsın. Allah bağışlayanda biz də bağışlamalıyıq. Düşmən belə olsa, məni bağışla, mən sən bağışlayıram. Məni bağışla, ədəb qaydasıdır. Bəlkə də sənin sözün kiminsə qəlbinə dəyib, amma sən anlamırsan. Adam səndən küskün gəzir. Dinə ki, mən haradasa bəlkə səhv eləmişəm, məni bağışla. Bu, ədəb qaydasıdır. İmanın qollarıdır, təvazökarlıq ədəb. Bağışladın, məni bağışla deməyi öyrəndin. Şərtidir bu, Allaha yaxın gəlməyin. Taleyin hökmü ilə barışırsan, indi sənin oğlun xəyanət eləyir, eləmi? Deyirsən ki, sənə xoş mənə qəbul bu cəza. Necə Yusif quyuda cəzanı qəbul edir, deyir mənim qardaşlarıma, özün rəhmət ya Rəbbim. Onlar nə etdiyini anlamadı. Sən də belə deyirsən, ya Rəbbim, mənim oğlum hansı addımı attığını anlamır, bu imtihan sənə xoş mənə qəbul. Eləmi, dedinmi? 3. Sonra gedirsən qəlb sevindirməyə, bu savabın olmalıdır. Bunları etdin, savabı. Savabsız qəbul eləmir. Savab Allahın rüşvətidir. Sən birini deyir, məndən rəhm istəyirsən, yaratdığıma rəhm et. Rəhm istəyirsən də evladını o yoldan çəkəsən. Rəhm istəyirsən Allahdan, gərək birinə rəhm edəsən ki, o da sənə rəhm edə. Bu da 4. 5-ci də gəlirsən, qəlbində etirafa ya Rəbb. Sənin qapında, qəlbin qapısında. Dizin gəlirəm.
harda səhv etmişəm, kimi qınamışam, kimə pis baxmışam, kimə pis demişəm. Bəlkə də bu mənə mirasdır, atadan, anadan. Nə olar onların səhvini mənə bağışla, mənim səhvimi özün bağışla. Yalvarıram, ya Rəbbim, bu dar qapıdan keçəmirəm, buradan məni özün keçir. Sən əli dolu gəlibsən o. Başa düşdün? 4 şərt, 5-ci də etiraf, 5. Bax, Allaha lazım olan şərt budur, namaz yox. Oyanmaq lazımdır. Allah oyadacaq, mən sadəcə izah edirəm. 5 şərt budur, Allahla söhbətə gəlmək. Əgər dərindən düşünsəniz, Quran buyurur, dərk edərsiniz ki, Allahın bal arısı belə Allahdan vəh alır qəlbində. Özü üçün yuva qurur, çiçəklərdən şirə sorur, bəşər üçün xeyirli və şəfa verici bal verir ki, burada da bir ibrət vardır. Yer üzərində Allahdan başqa qüvvə yoxdur. Hər kəs hər şey özü təyin edir. İstər heyvan aləmi olsun, istər insan aləmi. Bütün canlıları hərəkətə gətirən ruh özüdür, belə torpağa can verən də özüdür. Ondan başqa varlıq, qüvvə yoxdur. Başa düşdünüzmü? Allaha gəlmək üçün bu 5 şərtə itaət edəcəksən. Vəssalam. Allahın qapısı budur. Açmaq istəyirsənsə bu qapıda Allahla söhbət etmək istəyirsənsə bu 5 əmələ itaət edəcəksən. Yolun açıq olsun.